Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bu günlərim sizə bax bu gördüyünüz yarım tikili evi təqdim edirik. Yarım tikili deyəndə ki, əziz dostlar, evin 80% görülüb. Evin 80% görülüb. Bu Binəqədi ərazisindədir bu ev. Xırdalan Qasi kimi tanınan bir ərazidə Çırağan restoran deyirlər, həmin küçədədir. Buranı tanıyanlar bilirlər, həmin küçədədir, hündür bir ərazidə. Əziz dostlar, 2 sotun içində inşa olunub. Bələdiyyə sərəncamı da var, arxı barajından 2007-ci il. Yaz bro, göz təqdim elə. Deməli 1, 2, 3, 4, 5, 6 daş. 1 metr 20 sm köşküsü var, əziz dostlar. Hətta 7 daş, 1 metr 40 sm. Şöyle ayak olsun da. Həyətində hə. Sanitar qovşağı var. Burada, ya buranı götür. Ya buranı götür. Bax burada. Burada elə bir ki, qonaq otağından balkona çıxış üçün düzəldilib. Ev istifa oldu buralar. Kollektor sistemdə bura yığılıb. Əziz dostlar, girən kimi bura qonaq otağıdır. Panorama pəncərə. Gəl belə eləyək. Sən sürəti çəkilişi biraz sürətli eləyinə. Əziz dostlar, evimizin yaşayış sahəsi 130 kvadratdır. Ev çox mükəmməl tikilib. Şəxsi evdir. Bunu tikən özü üçün inşa edib. Həqiqətən də satmaq niyyəti olmayıb. İndi pula ehtiyac olduğu üçün məcbur bu ev satılmalıdır əziz dostlar. Gördüyünüz kimi geniş qonaq otağı var. Çox genişdir. Bax, çornupolu görsək. Yəni hər evdə bu çornupol vurulmur əziz dostlar. Tam 5-in 20-yə taxtalar atılıb, millər atılıb. Tam standartlara uyğun atılıb özlər. 40 sm atılıb. Yəni burada çökmə zad ola bilməz. Ev cütdaşdır. Evin bütün elektrik 2 sm görülüb əziz dostlar. Buranı da görsək. Yataq otağı. Bura hamamdır, ayrıdır, sanitar qovşağı da ayrıdır. Bura sanitar qovşağı ayrıdır. Bir dənə də geniş otağı, əziz dostlar, buradadır. Öbür otağı, bundan da böyle söz yox. Burada bir şey diqqətlə çatdırım. Baxın, tam standartlara uyğun, kinti qaydalarına uyğun işlər görülür burada, əziz dostlar. Yəni bax, sofa bax, fikir təmiz dörtlüydü. Təmiz dörtlüydü. İndi başı çıxanlar bilir, çox sağlam iş görüblər. Bu da kombinin xətləridir. Suağı vurulub padmayaq. Çox gözəl şəkildə işlər görülüb burada. Həqiqətən də çox keyfiyyətli iş görülüb. Bunu danmaq olmaz. Burada da bir geniş yataq otağıdır. Ən azı bir 25 kvadratdır bura. Böyüdür. Əziz dostlar. Çox keyfiyyətlə tikiblər. Bura mətbəxdir ya. Mətbəxdən də o bayağı sütördən görünən balkona çıxışdır. Əziz dostlar, ev doğrudan da keyfiyyət evdir. Təzən belə qeyd edirəm, Çırağan restoranı deyirlər, o küçədədir. Apartman binaları da var yaxınlıqlarda. Buralar hündür bir ərazidir. Yox, çox gözəl, normal bir ərazidir. Baxmayaraq ki, Xırdalana çox yaxındır, amma Binəqədi ərazisidir. Bələdiyyə sərəncamı var 2007-ci il. Bələdiyyə sərəncamıdır. Yəni bu köhnə tarixə düşdüyünə görə gedib çıxarış almaq səhər mümkündür. Arxı baraj tarixində qorunur sərəncamımızın. Deməli, əziz dostlar, bura qədər ev sahibinin dediyinə görə elə 90 minə yaxın torpaq almaqdır, tikməli, ora-bura bütün bu işlərə 90 minə yaxın xərc çıxıb əziz dostlar. Ev sahibi bunu 86.000 manata sabit bazara satmaq istəyir. İnşallah real müştəriyə indi 100 il endirim olacaq, onsuz ziyana satıb qoyduğu xərcdən aşağı qiymətə deyir. Real müştəriyə yenə də endirim olacaq, yəni ev satılmalıdır təcili. Gözəl evdir, kəməri də mükəmməl. Fundamenti çox əla, yəni hər şey qaydasındadır. Göz oxşayan bir evdə dostlar. Bir də ki, dam örtündə deyim sizə, dam örtüdə sertifika deyilən dəmir şifir var, ondan vurulub. Yəni hər şey qaydasındadır burada. Allah xeyir versin, alana da, satana da. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib videolarımızlara yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdə sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa, bizimlə əlaqə saxlayın, gəlib çəkək, paylaşaq və satılmasında köməkli göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.